Salam, əziz və dəyərli tamaşaçılar. Füzuliyə Axund Baxışı verilişi yeni buraxılışı ilə efirdədir. Və biz əvvəlki verilişlərdə olduğu kimi yenə Füzuli divanından bir qəzələ Axundun baxışı ilə baxacaq. Yeri gəlmişkən, dəyərli ruhani, ustad, şair Axund Azər bizimlədir. Qonağımızı salamlayaq. Hacı salam, hoş Aleyküm gəlmişsiniz. salam. Allah razı olsun, sağ ol. Bu dəfəki qəzəl Həzrəti Peyğəmbərin şəninə deyilən qəzəldir. Və qəzəlin ilk beyti belə başlayır ki, ey olub merac və yaxud ey olan merac bürhani ölüvi şan sana. Yerə emmiş göydən istiqbal edib fırqan sana. Sənin şənüvün ucalığının, sübutu meracdır. Ey o Peyğəmbər ki, sənin meracın, sənin şənüvün aliliyinin bir neydi? Sübutu. Peyğəmbərimizin məqamının aliliyinin sübutlarından biri nədir? Meyrac. Onun meracıdır. İkinci sübutu da getirir. Elə bil ki, meyrac yuxarı qalxmaqdır. Diqqət elə, meyrac yuxarı qalxmaqdır. Birincidə ki, meyracdan danışır, yuxarıdan danışır, uca şandan danışır. İkincisini gör nə deyir? Yerə emmiş, özü yuxarı qalxıb, buran aşağı inib, yerə emmiş göydən istiqbal edib fırqan sənə. İstiqbal etmək, yəni müstəqbəl sözündəndir. Türklər də işlədir də müstəqbəl, gələcək. Fırqan sözünün də mənasıdır fərq qoyan, fərqləndirən. Bəzi adamlar üçün yaxşını pisdən, haqqı batildən ayırır. Amma daha ali adamlar üçün, nəinki haqqı batildən, yaxşını daha yaxşıdan ayırır. Bir var yaxşı ilə pisin arasında qalasan, bir var yaxşı ilə daha yaxşını fərq. Fırqan budur. Bütün məsələlərdə ayırır. Pisi də, yaxşını da, daha yaxşını da. Bir fərq qoyur. Daha yaxşıdan daha yaxşını da və s. və s. Biri quyudadır. Sən ona kəndiri atırsan, kəndirin özünə atırsan ki, çıxar düzü. Bu necə çıxarsın Qaragül? Sən kəndiri atarsan bu şərtlə ki, bir ucu da sənin əlində olsun. Quran o cür nazil olub. Bir ucu Allahın əlindədir Quranın. Bir ucu gəlir yerə ki, onu ilə qalxın yuxarı. Bu cür nazil olub sənə, bu cür enib Quran yerə sənin üçün. Və bir də enməyin ikinci mənası odur ki, Quranda çox həddən artıq əslində qəliz mətləblər var. Onu insanın anlayacağı dildə Allah Teala gözəl rəvayətlərlə, qissələrlə, hadisələrlə insanlara çatdırır. O nöqtəyini. Halbuki müəllim qəliz bir dənə temadır. Götürüb tələbələrinə neynir onu? Sadə formada bəsit sözlərlə başa salır. Bu cürlə, bu artıq ali bir dənə bir mənanın siqlətli, möhtəşəm bir dənə mənanın sadə sözlərlə neydi? Bəsit sözlərlə xırdalanması, təhlil olmasıdır. Ey olan merac bürhani ölüvvi şan sənə, yerə inmiş göydən istiqbal edib fırqan sənə. Heyni dəvai nübüvvət müddəi ilzamına cahiliyken kəmali elmi bəs bürhan sənə. Sənin Peyğəmbərliyin o dəvət zamanı, müddəi ilzamına, Peyğəmbərlik dəvəti zamanı iddiaçıların sübutu üçün cahiliyken hələ cahil olan bax, kəmali elmi bəs bürhan sənə. Elmivin kəmalı kifayət qədərdir. Heyni dəvai nübüvvət, Peyğəmbərliyi dəvət elədiyin
o zamanda müddəiləri yerinə otuzdurmaq üçün cahil ikən el bütün cahil ikən kəmali elm bəs bürhan sənə. Cəmaatın içərisində elə bir ustad da yox idi ki, sənə belə bir şey öyrətsin. Ustad özü nəsə bilsin ki, tələbəsinə nəsə öyrətsin də. Ona görə Peyğəmbərimizin ustadı Allah özüdür. Sonra deyir, kilki hökmün qələmi, kilki hökmün çəkdi hərfi sairi ədyanə xət. Diqqət elə. Kilki hökmün qələmi çəkdi hərfi sairi ədyanə. Başqa dinlərin hərfinin üstündən neynədir? Yəni, hökmün qələmi xət çəkdi. Kilki hökmün çəkdi hərfi sairi ədyanə xət, hökmü isbat etdi nəfyi sairi ədyan sənə. Və hökm sənə isbat elədi başqa dinlərin nəfyi. İnkarı. Bəli, yəni ki, inkar deyəndə ki, qüvvədən düşməyi. Kənarlaşdı. Baqi möciz nə hacət əmri haqq isbatına. Haqqı isbat eləmək üçün bir dənə möcüzə bəsdir. Amma aləm içrə möcizi baqi yetər Quran sənə. Sən bir dənə möcüzə göstərmirsən ki, amma baqidir. Baqidir. Ölü qəlbin dirilməsi nədir? Bəşəriyyətin dirilməsidir. Ona görə baqi möcüz nə hacət? Nə ehtiyac var yəni? Əmri haqq isbatına. Haqqın əmrinin sübutu üçün ehtiyac yoxdur. Aləm içrə möcüzi baqi yetər Quran sənə. Əbədi möcüzə yetər Quran sənə. Vəsf-i Cibrili əmin etmiş qəbuli xidmətün. Sırrı haqq kəşfinə ayətlə yetib fərman sənə. Cəbrail əleyhissalam üçün bir vəsfdir əslində. Onun üçün bir şərəfdir. Ki, sənin xidmət və gəlsin. Sənin xidmət və gəlsin haqq sırrını kəşfi üçün. Vəsf-i Cibrili əmin etmiş qəbuli xidmətin. Sırrı haqq kəşfinə ayətlə yetib fərman sənə. Sən ol xatəm ki, dəf etmiş tamami hakimi, xatəmi, hökmi, risalət tapşırıb dövran sənə. Hökm o qədər möhkəm olmalıdır ki, xətm eləsin. Görsanın nə qədər hökmün güclüdür ki, sənə Allah Teala sonuncu risaləti tapşırıb ki, möhkəm möhrü vurasan. O möhrdə vilayət möhrü. Ol qədər zövqi şəfaət cəvhəri zatındadır. Kim gəlir ərzi xəta mənidə bir ehsan sənə. Sən o qədər şəfaət vermə, o qədər məhəbbətin var şəfaət verənsən ki. Sənə olunan haqsızlıq nə gəlir sənə? Bir ehsan gəlir sənə. Sən onları bağışlayacaqsan. O qədər canında şəfaət vermək var ki sənin. Sənə olunan haqsızlıq da sənə ehsan kimi gəlir. Deyirsən ki, meyraca gedirsən, ümumiyyətlə o Mahi-Nov 3 günlük, 1 günlük o ay var, təzə ay, hilal. O görürsən doğrudan hilaldır, yoxsa sən asimana gedəndə asiman barmağın qaldırıb sənə iman getirirdi, Mahi-Novdur, yoxsa sən etdikcə seyri asiman qaldırıb barmağı gətirmiş asiman iman sənə. Nə gözəl təşbihdir, çox gözəl təşbih. Şirinlik var da orada da. Deyir, Mahi-Novdur, yoxsa sən etdikcə seyri asiman qaldırıb barmaq gətirmiş asiman iman sənə. Ya Nəbi, ey Peyğəmbər, ya Nəbi, lütfün Füzulidən kəm etmə, o zaman. Lütfüvi Füzulidən az eləmə, o zaman kim olur təslim, miftahi, dəri qufran sənə. Bağışlanma qapısının açarı ki, sənə verilir, qiyamət günündə şəfaət verməyə. Onda
lütfü mənə az eləmə. Məni də o vaxt yada sal ginən ki, ya Rasulallah, məni o vaxt yada sal ginən ki, o vaxt ki, bağışlanmaq qapısının açarı sənə təslim olanda, sən bağışlaya biləsən ümməti, onda mənə də yadva salar. Yenə şəfaətə qayıtdı. Bəli, Allah rəhmət etsin Füzuliyə. Əziz və dəyərli tamaşaçılar, biz növbəti buraxılışlarda görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun.